Günün trendinə mən də qoşuldum, amma Alman dönəri hazırladım. Alman dönəri Avropada ən çox yayılmış türk dönər növüdür. Əsas xüsusiyyəti sandviç formatında, bol tərəvəzli və əsasən də ağ, sarımsaqlı soslu təqdim olunmasıdır. Adətən elə çəkilmiş ətlə hazırlanır. Sousun tərkibi sarımsaq, qatıq və ya xama, limon suyu və zövqə görə ədviyyatlardan ibarətdir. İçindəki əsas tərəvəzlər kələm növləri, kök və kahıl olmaqla pomidor, xiyar və zövqə görə turşular əlavə edə bilərsiniz. Əti üçün orta yağlı çəkilmiş mal ətinə qatıq və ya xama, soğan suyu və ədviyyatlar əlavə edilərək blenderdən keçirilir. Daha sonra əti iki yağlı kağız arasına yerləşdirib yaydım. Qeyd edim ki, yağlı kağızınız keyfiyyətli olmalıdır ki, ət yapışmasın və rahat yayılsın. Daha sonra üstəki kağızı götürüb əti rulet şəklində büküb sobada bişirdim. Bu arada bizim xamralı dediyimiz bir çox ölkə mətbəxində isə fərqli adlarla tanınan çörək hazırladım. Almanca bu çörəyə Fladenbrot deyirlər. Çörəyin tərkibi sadəcə un, su, duz və mayadan ibarətdir. Yumşaq xəmir yoğurub çörəyi tavada 200-lü bişirdim. Ət sobada bişib qızardıqdan sonra əlimlə bölüb hissələrə ayırdım. Onu deyə bilərəm ki, görünüşcə əsl peşəkar dönər ətinə bənzəyir. Bişirdiyim çörəyi kəsib arasına bolluca sos, tərəvəzlər və dönər ətini qoyub Alman dönəri hazırladım. Avropada ilk əvvəl bu dönərin yeyərkən dadını çox bəyənməmişdim. Çünki bizim alışdığımız dönər tamam fərqli dadda olurdu. Ancaq dönər deyil, bunu fərqli bir fast food növü olaraq qəbullandım və sonradan sevərək yeməyə başladım. Nostalji yaşadım çünki eynən Avropada yediyim türk dönərini xatırladım. Hazırlayan hər kəsə nuş olsun.